Bizə sual verirlər ki, yeni tikili yoxsa köhnə tikili bina məsləhət görürsüz? Və buna o qədər cavablar verərəm ki, müxtəlif cavablar verərəm. Buna cavab vermək üçün də gərək sən həmin o müştərinin, o sənə sual verən müştərinin büdcəsi, kriteriyası var. Tutaq ki, müştəri gəlir, əlində 190-200 min pul var, 4 otaqlı ev axtarır. Yeni tikili binadan verə bilərsiniz ona 4 otaq? Yox. Alsa 2 otaq alacaq. Yəni mən yeni tikilidə 2 otaqlı mənzildə qalmaqdansa sıxıla mənə 4 otaq lazımsa. Təbii ki, köhnə binada gedib Leningrad layihəli binadan 4 otaq alarım. Amma ümumilikdə götürsək, əlbəttə ki, mən də istəyirəm yeni tikili binada sahəsi kvadratı böyük olan 4 otaqlı. Baxır hansı yeni tikilidə. O heç də, o da Məsəl bir üçün, ayrı məsələ. Mən də yeni tikili tərəfdarıyam, amma yaxşı yeni tikili tərəfdarıyam. Əgər mənasız bir təzə binada yaşamaqdansa köhnə tikili ondan yaxşıdır. Məsələn, baxımsız, premium olmayan, zəif segmentdə olan təzə binada yaşamaqdansa, qardaş, köhnə binada get ev al, yaşa. Amma yaxşı binada yaşamaqsansa, əlbəttə ki, təzə bina. Təzə yaxşı bina. Bir də burada bir şey deyim, o günlərdə bir müştərim vardı. Birdən ikiyə ev axtarır. Bir otaqdan 2 otağa ev axtarır. Baxıram ki, ailəsi, söhbət əsnasında bildim ki, bu özüdür, yoldaşıdır, bir uşağıdır, atasıdır, anasıdır. Dedim ki, rəhmətli nə olsan, bir otaqda bu boydadan nətə qalacaqsan? Yox, yoluna Vostroka. Deyir, amma get günən 3 otaqlı normal bir köhnə binadan ev al. Get yaşa günə, bu boyda ailə var səndə. Yəni sən gedib bu boyda ailə ilə nə də Novostrokada qalacaqsan, yeni tikili binada qalacaqsan. Prestij axtarırsansa, sən çətinlik çəkəcəksən. Git normal 3 otaqlı köhnə binadan ev al. Normal bir təmirli al, gir yaşa, hərəvizin öz otağınız, rahatçılığınız ondan daha üstündür. Yəni burada məsələ o büdcədən də, büdcə məsələsi də deyil. Məsələ burada insanların biraz prestij axtarmağıdır ki, mən Novostrokada qalıram, tipa. Güya orada qalıram. Amma bilmirlər ki, sənin orada rahatçılığın ondan hər şeydən üstün olmalıdır. Ramil dediyi şey mənim dəfələrlə olub ki, müştərilərlə mən konkret deyirəm ki, keçən dəfə gəlmişdi 2008-in binasına birdən ikiyə düzəlməyə evlərə baxır. Deyirəm ki, qardaş, bax, burada mətbəx ya studiyadır, ya koridordadır, ya balkondadır da. Yəni, nə məcburdur da. Deyir, yox, nişanlım deyir ki, köhnə binalarda tarakanı olur. Bəs ona görə yeni tikili istəyirəm. Deyirəm, onun kimdir tarakan olur? Misal üçün, mən şəxsən... Yola bizim evdə tarakan olur. Ay, qardaş, deyir tarakan olur. Mənim o içindəki kası buruq mənə deyir ki, 5 mərtəbə daş Leningrad alıb. Neyinlə mən Novostrokada, 2008-in Novostrokası? Köhnə bina mən niyə deyirəm? Bu mənim fikrimdir. Bir kere səhv edirəm, səhv danışıram. Qəşəng prestijli bina olsa, bəli, mən sizinlə razıyam. Amma köhnə binanı nəyə xoşlayıram? Qonum-qoşu